Gördüğünüz bu kino kadrlar 10 yıl bundan evvel Sumqayıt'ta ilk boru prakat zavodu tikilen zaman çekilmiştir. İller geçtikçe Sumqayıt büyümüş, boru prakat, alümin, sintetik kauçuk zavodları ve başka iri müesseseleri olan Böyük Metallurgiya şehrine, sanayi merkezine çevrilmiştir. Hazırda Sumqayıt şehri daha da genişlenir. Yeni müesseseler, medeniyet ocaqları, yaşayış binaları tikilir. İnşaatın ilk dövrlərində sıravı fəaliyyət kimi bura gəlmiş kompleks briqadiri Heydər Ağayev, Bənna İman Əliyev öz doğma şəhərlərinin abadlığı uğrunda əzm ilə çalışırlar. Sumqayıt metallurqları və inşaatçıları Respublikamıza belə gözəl şəhər, sənaye mərkəzi bəxş etmiş Oktyabr İnqilabının 40 illiyini minnətdarlıq hissi və yeni nailiyyətlərlə qarşılayırlar.